gündür. Gürcüstanda, Ermənistanda da müstəqillik günüdür. Hətta orada parad da keçirdilər. Bəli, bu günləri. Paşinyanın taşşağındakı bir qıl var ha, qıl. Taşşağındakı bir qıl Paşinyanın. Ya Popsundan bir qıl çəksəniz, o İlham Əliyevdən də, onun nəslindən də, onun hakimiyyətindən də dəyərlidir. Paşinyanın atılan dırnağı olanmazlar. Paşinyan, onun nə Türkiyə kimi yaxınında qardaşı yoxdur, bizi kimi. Qardaş deyəni yoxdur. Nə onun 50 milyonluq Cənubi Azərbaycanı yoxdur, bizdə bir qətliyam olsa orada şaraya qalxar. Əvvəl də qalxdı da Qarabağ müharibəsinə Türkiyə, Cənubi Azərbaycan nə qədər qalxdılar ayağa. Elə onların ayağa qalxdığına görə İran nə qədər yardım elədi. Sözüm indi ondan getmir ha. Ermənistan kimi var? Fransada, Amerikada, o yandan bura nə qalacaq? Nə eləyəcək? Allah Paşinyan biz Putini nə eləyir? Allah Putinin qışlarını qaldırıb göyə Afserski gedir. Paşinyan biz nə eləyir Putini? Hələ mərmərmələdir. Hələ deyir get hoppan o yana, deyir işinlə məşğul ola deyir. Hələ bir canım da öyle. Hələ sözünü öldürmək istəmirsən. Hələ gəl öldür öləcəm, yeməyəcəm qabağına. Dəyərli soydaşlar. Çünki Paşinyan kişidir. Paşinyan demokratdır. Paşinyan xalqı üçün özünü qurban verir. Değerlenme, kreslo düşünmür. Ama İlham Əliyev kreslosu üçün xalqını qurban verir.